Assalamu alaikum. Ne var ne? Allah sana korusun benim kardeşim. Cümlemizi inşallah. Ben Allah sana koşulmak istemişim. Nasıl bilmiyorum görmüşsen, görmemişsen. Ben şimdi aslardanım. Allah köməyin olsun, var olasın. Allah sana kimi kardeşleri korusun benim güzel kardeşim. Ben de haricdeyim. Yani Rusya'da dayanmıyorum. İşlemeye gelmişim. Yaxşı edirsən, yaxşı. Bu her bir tane söz deyir. Vallahi billahi. Bekar oturma. O bazıları bekarçılıqdan bilmirlər neynəsindən Allah'ın olsun. Evet. Peygamberin dediğine inanma istemirler. Allah'ın dediğine inanma istemirler. Niye? Gedək uğraşdıq eləyər, şərəfsizlik eləyər. Allah deyir bunu elə, demək elə də. Niyə eləmək istəmirlər bazı insanlar? O bir dənə söz var, deyir mağalbə xeyrin dəymirsə, mağalbə ziyanın dəyməsin də. Yəni xeyrin lazımdır. Ben Allah, indi bugünkü gündə Visal oturub xaricdə Visala deyirlər, Visal vətən xainidir, Visal belədir, Visal elədir. Visal nəşin? Yox, Visal nəşin gedib görə? Visal yaşayışı yaxşı olsa, nə ki Visalı kim gedər ki? Mən Rusiyada nə işim var? Mən oturmuşam Rusiyada. Mən öz torpağımda maklerlər işi zəbt ediblər. 25-30 manata işi götürüb, verirlər ustaya 1 manata, 2 manata. Bu haqq ədalətdir. Görürsən. İndi bu adi bir dənə adi makler işi belədirsə, gör indi başqa şeylər. İndi bu hansı indi düzgünlükdən daha düzgünlüyə qalsa, mən demirəm düzgünlüyə qalsa. Mən o hardasa keçən illər getmişdim bu Sibrisdə iş var idi. Hala Rusya'ya gitmemiştim o. Sibriz'de iş vardı. Gittim oraya. İnanırsan sen de ben bağışta çok üzülürsem sana benim kardeşim. Hiç kim orada gozunu almır. Bir manata işledin, 50 kapıya işledin. Öyle bir ki yersiz xana diyor. Yersi yok diyor öyle bir. Epstein adasıdır o, Epstein adası. Deyirəm ki, gelip şikayet ederim de buranın rəhbərliyi var, belə orada böyle git kime ürəyinizi şikayet edin. Biz hiç kimden qorxmuruq. Bu necə qayda qanun? Nə qayda, Azərbaycanda qayda qanunu. Quranda da yazılıb ki, sənə hara xoşdur, hara sənə əzizdirsə, orası sənin vətənin sayılır. İcrət elə, qardaş. Saf deyirəm, qardaş, dənə saf deyirsən. Quranda deyir ki, Allahın, oranda bu cür naya var, Allahın torpağı, Allahın sizə bəxş elədiyi torpaq genişdir. Əlbəttə ki. Əgər belə hallar baş verirsə, hicrət edin, hicrətdə xeyir var. Yəni, Allah deyir ki, xeyir olacaq hicrətdə. Yaxşı yerlərə, ya təbii ki adam var, yəni hicrət edir, biliyorsan düşür pis yerə. Amma adam var ki, yəni konkret bilirsə ki, bəli, mən burada hicrət edəcəm, Allah mənə kömək edəcək, Allah kömək edir. Nə qədər Azərbaycanlılar gediblər Rusiyaya, nə qədər Azərbaycanlılar gediblər xaricə, pis yaşayırlar. Rusiyaya gedibsən də, Rusiyada pis yaşayırsan. Bomba kimi maşınım, hər şeyim var, Allaha and olsun. Söyle, Azərbaycanda onu eləyə bilərsən. Uğraşım balası belim protuziya olmuştu bura yük daşımaydan. Bu biçillər işte buyursun, gelibsən Rusiyaya, Allah səni çörəvi yetirib. Ona görə deyir ki, əgər zülm oldusa, hicrət edin. Yəni ki, sən bilsəydin ki, sən getsən Rusiyaya, getsən nə bilim İrana, getsən nə bilim tutaq ki, başqa bir yerə, bilsəydin ki, deyirdin, kaş əvvəldən gedərdin. And olsun Allaha, 2-3 həftə bundan qabağa, bəlkə də çox. Yolun ortasında bir tane yol vardı. Hiç orada maşınıza sürülmür. Yolun ortasında kebab elədik. 12 tane Azərbaycanlı uşaqlar. Bir nəfər gəlib demədi, siz burada nə iş görürsünüz, nə işiniz var sizin burada, burada nə eləyirsiniz? Bir nəfər gəlib soruşmadı. Görürsən. Bu sən deməyim nədir? Yəni deməyim budur ki, indi də Rusiyanı da bizə düşmən kimi göstərirlər. Halbuki millətimiz orada çörək yeyir, millətimiz orada şah kimi yaşayır. Vətənimizdə millətimiz qəribdir. Vətənimizdə millətimiz qəribdir. Amma qərib ölkələrdə. Üzr, mənim dayım Rusiyada professordur, stomatologiya üzrə. Dissertasiya eləyib, müdafiə eləyib. Alimdir, kitab yazır ailəmiz haqqında. And olsun Allaha deyirəm. Bütün oranın prokurorluqdan tutulmuş, hamısına qədər mənim dayımı tanıyır. Hamı tanıyır, hörmətli bir olan kimi tanıyır. Hamı da bütün Azərbaycanlılara da yardım eləyir. Kimin ehtiyacı olur ona yardım eləyir. Kimin nəsə ehtiyacı olur ona kömək eləyir. Biz də onun yanındayıq, ətrafındayıq məsəl üçün. Allah kömək etsin. Qardaş, gedirsən Liboy bir restorana, Liboy bir bir dənə rus dilində məsəl üçün işin yoxdur. Müraciət etsən ki, мне работа нужна, я хочу работать. Dərhal, podожди, 10 dəqiqə gözləmirsən, sən dərhal işlə təmin edilir. Ayvada 1500-1800 manat maaş verir. Mən dediklərimi elə qardaş yaşa özün üçün. Qardaş, Azərbaycanda nə qədər prorab var. Qullaşdırıblar millət, hamısı quldur. Yorğan döşəkdən duran prorabdır mənim qardaşım.
Evet. Sap Qollaşdırırlar. deyirəm burada. Qardaşlar desin ki, sap deyirsən. O deyir ki, keçən il inişli getmişəm bura Sibrizin bu burs tərəfə. Malina var, Malina tərəfi. Demə, işi götürəndə mən qeyd elə belləri, ağsaqqaldı işi götürür, fəqirin biridir, bədbaxın biri. Deyir ki, ay qardaş, mən 4-cü aləmi, ay nədir bu qumar deyir, sən 4-cü alə keçirsən. Deyir, 4-cü işi mən götürmüşəm. Demə, 30 manat, 25 manatdan gəlib mənə düşüb 7 manata. Görürsən. 7 manat sən nə edəcəksən Azərbaycanda? Necə, buna bir nəzarət eləyən yoxdur deməsin. Sonra da deyirlər ki, filan kəs şikayətçidir, filan usta ya fəhlə şikayət edir. Arkadaş, buna nəzarət eləsinlər. Bu normal usta. Sibris kimindir? Bilirsən? İşini bilən insan, işini bilən usta, özünə güvənən usta, ya özünə güvənən fəhlə. Qardaş, ver 25 manata vermirsən, bir dənə nümayəndə ayrılsın, desin qardaş, sənin başına dönüm. Bax qardaş, sən sənətkarsan, düzdür. Mən sənə 50 köpək tuturam, ya tutmuram. Gəl 25 manatdan işi mənə güzgü kimi təhvil ver. Mən belə şey görmədim. Dünyanın heç bir yerində belə şey yoxdur ya. Qardaş, 7 manata, 8 manata maliyyə işləri təklif edirlər, Hələ belə işıqla verir mənə təhvil. Bəlkəm deyəm, üzr istəyirəm ifadəmə görə. Bəlkəm dombalın bir dənə də gedəsən mənə. Səhv deyirəm bir sual. Qardaş, sən şərəfsizsən, sən səhv danışırsan. Yox, bilirəm. Qardaş, Bir dənə sağlam döşəm. Mənə minlərlə adam. Emin ağalarımındır, Emin ağalarımın. Emin ağalarım. Emin ağalarım demir ki, sən get cəmaatın başını kəs yenə. Ay, nasıl Emin ağalarım deyir. Emin ağalarım. 500 dənə prorab var kişi. Bu nədir? Nə qədər prorab var ha? 3 Emin dənə ağalarım işçiniz, 20 dənə prorab var. Deyirəm siz kimsiniz dedi prorab. Deyirəm onlar kimdir? İşçilərdir. Deyirəm 20 dənə prorab, 3 dənə işçinin üstündə 20 dənə prorab var. Ha siz bu dedim ki gladiatorun dövründə o şey vardı, o döyüşçülər. O salırdılar Raşidqa ilə, pala ilə döyüşür.